5000, 25000 cəmi cümlətani 25000. Bax, bu arxamızda gördüyünüz 4 otağın qiyməti 25000. Evin bir dənə problemi var, bircə dənə problemi var. Problemi sizə sonda deyəcəm. Ən axırda problem deyəcəm. Mərkəzə çox yaxın, yeri mükəmməl, yer var, mərkəz. Demək olar mərkəz. 25000 ilkin ödənişlə sizə belə bir möhkəm tikili betonla bir dənə qəşəng 4 otaq çıxarmışam. Hamını salamlayıram, xanımlar və cənablar, dəyərli və əziz müştərilər. Gəlin evin əvvəl bir otağına tanış olaq. 3 otağı təmirlidir, bir otağı təmirsizdir. Görürsüz, buradan pilləkənlə düşürsüz. Ev çox hündürdədir. Belə deyim də, xırdalan, yəni o qədər hündürdür ki, bütün xırdalanı görə bilərsən. Yəni hündürlüyü o qədər yüksək ki, bütün xırdalanı görə bilərsən. Burada isə bir dənə böyük kvadrat otağımız təmirsizdir. Bax, betonlara baxın. Kəmər, beton, özü üçün tikilmiş ev. 25000, cəmi cümlətanı 25000-i verirsən, sənə belə bir səliqəli, dördədə mükəmməl 25000 ilkin ödənişlə bugünkü gündə belə bir 4 otaq sot yarımın içində mümkünatı belə yoxdur. Girdin, bir dənə səliqəli koridor sistemi. Burada bir dənə normal kvadrat mətbəximiz var. Görürsünüz ki, kombi xətti, hamısı sistem bura qurulub, hər şey səliqəlidir. Bu keyfiyyətdə bu dəqiqə ev yoxdur. Burada bir dənə D-diski, səliqəli bir D-diskimiz var. Evin problemi nədir? Sonda sizə deyəcəm. Evin problemi sonda sizə deyəcəm. Baxın, sanuzel və sanuzel stipoldur. Görürsünüz? Burada bir dənə böyük kvadrat yataq otağı. Yataq otağının kvadratı həqiqətən idealıdır. Gəlin sizə bir dənə zal görsədim. Zal mükəmməl. Zal həqiqətən mükəmməl. Evimiz yerləşir Xırdalanda. Polis bölməsinin arxasında. Polis bölməsinə yaxın. Yoldan 400-500 metr məsafədə. 25000 ödənişlə evin qiyməti 55000-dir. Nəqd 44000-dir. Və onu sizə vurğulayıram ki, evin problemi nədir? Evin bir dənə xırda bir problemi var. Yəni çox adam üçün o problem deyil. Əslində evin qazı da var, işığı da var, suyu. Əslində yəni böyük bir problem deyil, əslində problem məncə. Evin bir dənə problemi məzarlığa yaxın olması, qəbristanlığa yaxın olmasıdır. Sağ olun, var olun.